Hər birinizi salamlayıram. Bura Xosrovun YouTube kanalıdır. Xoş gəlmisiniz. Və bugün isə çox gözəl bir kontent seçmişəm sizin üçün ki, bu kontentdə isə Los Angeles artıq gəlib Bakıdadır. Niyə deyirsiniz Los Angeles? Çünki belə bir məkanı sadəcə olaraq xarici səhifələrdə biz görmüşük və buradan da söhbəti uzatmaq istəmirəm. Nicatla bir yerdə gedirik ora. Nə istəyirsən? Gedək görək də. Hə. Gedək baxaq görək. Bura haradır, nədir, nə satırlar, siz də biz ora gedənə qədər abunə olun. Deməli uşaqlar, ünvan təqribi inqilabdadır. Burada aşağıda bax görürsüz səhifəni etiketlədim, burdadır. Tam adresi dəqiq biləcəksiniz. Mağazin isə buradır. Uf. Sərdəki maşına var. Uf. Pnevması var. Qaqa, sən haralısan? Mən Qazaxlı. Sərdə pnevması var. Qazağa eşq olsun. Bəyənməyi unutmayın. Hə, yaxşı da, bax görürsən? Hə. Gəlirik çatırıq bura. Ha? Nə qədər şulant var burada? Nizat, eşən diyan da şilank var özdə. Hə, o üçün çatdıq. İlk növbədə Kənanla tanış olaq. Biz tanış olmuşuq, amma siz də tanış eləmək istəyirəm. Xoş gördük. Xoş gördük sizi. Amma ilk növbədə birinci, bir dənə buranı mən sizə göstərim, nələr var, nələr yoxdur. Sonra Kənan qardaşla rahat şəkildə söhbətlərimiz olacaq, siz də eşidəcəksiniz. Bax, Mustang üçün, kamera üçün, bir dənə bura baxın. Hamısı burada var. Bu F30 üçündür. Bax görürsünüz burada çox maraqlı body kitlər var. Disklər var burada. Bir dəqiqə icazə ver də zəhmət olmasa. İmkan ver. Hə. Sonra sizə deyim diffuserlər var burada. İndi diffuser deyəndə ki, bu diffuserlər məsələsi bilirsiniz nədir? O zazor söhbəti var ha, dərd çəkirsiniz. Bax, burada o söhbətlər hamısı həll olunub. Mercedesin body kitidir. Görürsünüz burada nələr var, nələr. Yenə diffuserlərdir. Sonra isə burada liplərdir. Gördüyünüz kimi. Bu çox güman ki, bu elə həmən F30-un body kitidir, davamıdır buradadır. Bax, cürə-bəcürə liplər var burada. Karbon, adi, aquaprintli, hamısından var burada. Bax, görürsünüz, hər şey. Hər şey burada var. İndi isə bu tərəfdə də bax, görürsünüz, kapotlar falan hamısı var burada. Nicat yenə disk götürüb. Nə yüngül disk daha? Hə, elə sən boydadır disk. Hə, disklər var burada. Bu Valid diskisidir. 514, yəni bolt ölçüsü, yəni bu bolt ölçüsü nə deyirəm? Bax, elə bil ki, bunun arasındakı məsafəni ölçü deyirlər. Yəni bu isə 514.3-dür. Və Valid body kit hansıdır? Onu da sizə göstərəcəm hansıdır. Land Cruiserlər, Pradolar, bu ən çox ərəblər yığdığı maşın tərzləri üçün o disklər qoyulur. Sonra yenə burada diffuserlər görürsünüz, liplər. Adicə heç nə demirəm. Lip artıq polkadadır. Yəni adicə burada polkada durub. Bax görürsünüz necə dayanıb. Görürsünüz. İndi siz bunları düşünün ki, belə deyək, F1 dizayn olan diffuserlər. Bax görürsünüz. Məkanın özü çox maraqlıdır. İndi qalxım yuxarını sizə göstərim. Bax. Yenə də. Çox qəşəng bir dənə yer var. Şirin bir dənə yer var burada. Bir dənə də pişikləri var. Pişik yoxdur. Hə, aşağıdadır pişik. Ayda, bir dənə buna bax. Bu Forget'dir. Bu başqa dizayndadır və bu da bildiyimiz karbondur. Çox şirin aksesuarları var. Bunlar satışda deyil. Gəlib demin bunu ver mənə. Dragon falan var burada. Güzgü qapaqlarıdır. Bu Range Rover farası haqqında sizinlə məlumat bölüşəcəm. AMG egzoz başlıqlarıdır. Dedə gəldi. Bu da karbon işinə baxır. Ha, bu şeydir.
Bunların satışına. Hə, usta olacaq bu. Bu nə qəşəngdir. Hə. Sonra isə X6, X5 üçün kapot karbon və burada da gördüyünüz kimi var. Bu isə G20 üçündür. Çox qəşəngdir. Ay başım dəydi. G20 üçündür. Səviyyə bir şeydir. Buna baxın. Hani şöyle tapmışım. Galikin titan kazanı var orada. Ona Bir də imkan verirsən. Bu egzoz görürsünüz. Bu tam hazır paketdir. Baba. Bunları görürsünüz. Hamısı. Və bu boyda egzozun çəkisi 12 kilodur. Bax görürsünüz, forget, karbonlar. Hamısı var. Avtomobili 2018-ci ildə ehtiyat hissələrini aldım, yəni modifikasiya olunmuş hissələri. Onların bir çoxunu özümlə böyük çətinliklə Ukrayna apardım. Çünki bizə yaxın ərazidə və tanınmış onlarda bir neçə servis var idi ki, hansı yarışlarda iştirak edirlər və təcrübələri var. Orada 1 il 4 ay ərsəyə gəldi. Həm mühərrik, həm alt sistemi, yəni transmissiyası olsun və digər hissələr olsun, qolları, diskləri və s. Böyük çətinliklə ərsəyə gəldi və biz orada 95 aktan benzin və heç bir təsir olmadan 596 at gücü aldıq. Daha sonra mən egzoz sistemi dəyişdim, titan yerləşdirdim birbaşa. Beyində dəyişikliyi əlavə elətdirdim və 95 deyil, 98 benzin əlavə elədim və mühərrikin gücü 700 at gücünə yaxın bir performans göstərdi. Son 3-4 ayda yenidən özüm mühərriki sökdüm tam üst hissəsini, bloklarına qədər özüm eləmişəm. Titan xamutlar, titan boltlardan istifadə eləmişəm, çəki və görünüşə təsir olunsun deyənə. Tam yeniləmişəm və boyanma işləri görülübdür. Yeni karbon deməli mühərrik örtüyü sifariş verdim, güzgülər, arxa bagaj. Eləcə də bu salonun içində sizin gördüyünüz halda müşahidə olunan bu görünən hissələri hamısı xüsusi özüm hazırlatdırmışam. Onlar satışda deyil. Qapı karbondur. Yox, bu sırf qapıları qorxdum mən karbondan istifadə eləməyə. Çünki karbonun qapı içləri təmiz karbondur iç hissədən. Çöl hissədən bu örtükdür, bahalı, bizdə satışdadır. Biz bunu 160 manat 1 metr 52-nin 1 metr ölçüsündə satışdadır. Bu yəni belə deyək də, vinil karbondur, ən kalitəli vinil. Bəli. TPU texnologiyasıdır bu. Çox bahalı. Bu içəridə salon elementlərini mən özümlə gedərkən söküb aparmışdım çalışdığım zavodlara və orada yəni sırf onu hazırlatdım karbon örtüklə. Yəni salonda sizin hal-hazırda müşahidə etdiyiniz bütün şeyləri sonradan, yəni bunlar satışda deyil, göstəricilərə qədər, yəni karbon. Hətta yuxarı tutacaqlar ki var, bu əl tutacaqları, ora qədər karbondan hazırlatdırmışam. Disklərimiz Forget'dir. Bunu yeni gətirdim, öz disklərini çıxartdım. Bu materialın adı Alloy 6061-dir. Həddindən artıq yüngüldür. Bu deməli bunun əyləc sistemidir, Brembo və bu apornu dediyimiz hissə də dəyişilib. Sadəcə uzun müddətli maşın istifadə olunmur deyə. Bəli. Ondan sonra adi bu hissəni belə bu titan boltlardır gördüyünüz kimi. Bu cür bir şeylərdir. Bunlar internet üzərindən də rahat tapmaq olur. Həmçinin alıcı özünə rahat deyilsə ki, düzgün seçim etməyə hər bir ölçüdə bizdən əldə edə bilər. Adətən mən mühərrik üzərindəki boltları bunlarla dəyişmişəm ölçüsünə uyğun. Bir də eksteriyerdə müəyyən o fender üzlüklərinin zadını bundan bağlayırıq, daha gözəl görsün. Fərqli rəngləri var, amma bu titana xas rəngdir deyə mən bu rəngə... Bagaj belə özü xüsusi sifarişdir. Çünki karbon bagajın, bəli, karbon bagajın ümumiyyətlə belə sıxıntısı olmur. Deməli uşaqlar, bu Subaru haqqında danışılası sözlərimiz çoxdur, bitmir. Üstəlik bu maşın isə Kənanın dediyi kimi 700 at gücüdür.
Okey. Amma bu 762-də necə gəlib, çatıb? Mən istədim birinci sizi burayla tanış eləyim. Ki, bilirəm ki, bu body kitlərin və ümumiyyətlə belə şeylərin həvəskarları çoxdur. Birinci məkanı tanıyın, bilin hardadır, nə satır. Sonra onların hamısı bir-bir, detal sizlərə göstərəcəm. Amma indi isə ağlıma batan bir şey var. Çünki çox sevdim o söhbəti. Nicat da inanmıram ki, mənə nəsə başqa söz deyə bilsin. F30-u söküb atıram yerə, sözün var? Niyə? Nə dedin? Mənim nə günahım var? Sən mənə niyə deyirsən? Yenə sökdüm mənim maşınımı. Deyən. Bax, mənim nə günahım var, siz deyəcək olmasa, ha? Boyva uyğun danışıram da. Yazıq adam olur. Sök də, baxın görək nə düzəldir. Həqiqətən çox maraqlıdır. Okey. Deməli, F30-u söküb qoyuruq yerə. Burada çox qəşəng bir body kit var. Baba, görürsən? Çox qəşəngdir. Bu body kiti siz belə görün. Okey? Bu da arxasıdır. Bu da bunun arxasıdır. Amma siz hələ proyekti belə görün. Biz isə vaxtımızı təyinləşdiririk ki, bu maşını sökək və tam fərqli tərzdə bir F30 sizə göstərək ki, bir body kiti ilə maşının görünüşü nə qədər dəyişə bilər. Və bu body kitin materialı... Xahiş edirəm, lavaş paket yox ha, ideal body kit. Öyrəni var, lavaş paket, qəşəng. Növbəti videomuz isə F30-un body kiti olacaq. Əyərləri bu Subaru-nun, yəni tam ekskluziv, individual bir videosunu istəyirsinizsə, zəhmət olmasa kommentariyada qeyd edin, çox individual bir video çəkək, sırf Subaru üçün. Kənan bizə desin nələr qoyub, niyə qoyub, nə qədər xərcləyib, nə qədər at gücüdür. At gücü gələndə avtomatik olaraq Gürcistan yada düşür. Gürcistan. Bildiniz artıq nə demək istəyirəm. Ona görə də izləmədə olun, Carbon Tuning səhifəsini də izləyin. Burada maraqlı məlumatlar sizlərlə paylaşacağım və ümumi bu detallar haqqında sizinlə məlumat paylaşacağım ki, niyə biri 5 manatdır, biri 2 manatdır. Bunların hamısı haqqında məlumat olacaq sizdə. Mənə elə gəlir ki, videomuz hələli, yəni bu qədər olsa daha yaxşı olar. Hamısını sizə göstərəcəm, deyəcəm, nədir, biləcəksiniz. Burası istəyinizi bilmək istəyirəm. Bir dənə siz bu qazanın gözəlliyinə bir dənə baxın. Çox qəşəngdir. Kənan çox həvəslidir bu mövzuda. Torqumuzu bilirsən nə qədərdir? Təqribi yadımda deyil, 800-ə yaxındır. 4-ü də çəkir. Bəli, 4-də çəkir. Bu maşında bir dənə karbon detal var idi. Deyək nədir yoxsa yox? Deyirsiniz varsa. İnşallah. Artıq mən videonu burada bitirmək istəyirəm. Karbon elementlər var ki, hələ maşın altında yoxdur. Mağazinlə tanış oldunuz, nömrələri əlaqə saxlaya bilərsiniz və suallarınızı verə bilərsiniz, qiymətləri soruşa bilərsiniz. O problem yoxdur. Kənanla işimiz çoxdur, izləyin. Çünki növbəti videomuzu isə çox maraqlı bir mövzu haqqında danışacağıq. Mən də kiçik bir şey demək istəyirəm, Xosrov. Bu sahənin öyrəndiyim qədər dərinliyini, yəni nə qədər bilirəmsə maksimumu, insanlara maarifləndirmək, onlara çatdırmaq üçün hər kəsə bacardığım qədər vaxt ayırmağa hazıram. Kim nə istəyir, sualını ünvanlasın, gəlsin, görsün, test etsin. Çalışıram ki, bir level, o İngilis demiş, up, yuxarı qalxsın bu sahə. Sizin köməkliyinizlə, dəstəyinizlə inşallah. Artıq inşallah Allah qoysa bu lavaş paketdən, nə bilim, 100 manatlıq paketlərdən canımızı qurtarır deyəsən. Artıq bu mübarizədə tək deyiləm. Artıq Kənanla tanış olmuşuq. Çox sevindim. Və bu meydanda artıq 2 nəfərik. Buna da gələcəyik. Növbəti videoda buna gələcəyik. Bax buna. Artıq tək deyiləm. Hazır olun.